Həmkəndlisinin həyətinə gizlin gəlməsi ona baha başa gəldi. Kürdəmirdə 2 nəfər arasında bıçaqlanma hadisəsi baş verib. Kürdəmir rayonunun Qağacılı kənd sakini Dəyanət Xəlilovun sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş deşilmiş yarası ilə Kürdəmir Mərkəzi rayon xəstəxanasına gətirilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Aparılmış araşdırma zamanı müəyyən edilib ki, gecə saatlarında Kürdəmir rayonunun Qağacılı kənd sakini Zahir Abdurrəhmanovun yaşadığı evin həyətinə həmkəndlisi Dəyanət Xəlilovun gəlməsi onu özündən çıxarıb və aralarında mübahisə düşüb. Sonra Zahir Abdurrahmanov evdən götürdüyü mətbəx bıçağı ilə həmkəndlisi olan Dəyanət Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu sərli bıçaq vardı. Bıçağı belə yapışmışım adreci. Bir dəfə belə çaldım. Belə, ondan sonra dalda mənə tərəfdə öz yezlə. Və dəli olmuşsan bıçaq salır. O da çıxdı, qaçdı. Dağlıca yürüyüb çatamadı. Mağazada çıxdım, yadım bura. Öz ayağım. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Bu tutduğun əməldən peşmansanmı? Belə də bıçaq vurması üçün peşmanım. Bıçaq olması. Nə üçün bıçaqla vurdun onu? Əlinə yumruqla niyə vurdun? Çıxmadı, nəsə əsəbləşdim, özüm istikliydim. Kürdəmir rayon polis şöbəsindən verilən məlumata görə saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib, faktla bağlı araşdırma aparılır. Bıçaqla vurma fikrim də olur, tutub ağzı sarmaq, bura təslim etməyini, Allah başımı çördü. Vurdum da. Dəydi, dəymədi, yalan deyirəm, bilmədim. Qaranlıqda gecə görə baxdım altı. Şəmstan Fikrətli, Rəşid Rəşidov, Dünya TV.